Peyğəmbər salavatullahdan nəql olunur. Deyir, bir qoca yaşlı kişi idi. Məscid-ün Nəbiyyə Peyğəmbər salavatullahın xütbələrinə Ramazan ayında qulaq asmağa gələrdi. Deyir, səhabələrin yanında yaxınlaşdı, dedi, ya Rasulallah, mənim yolum uzaqdır, özüm də qocayam. Mən hər dəfə gəlib gedə bilmirəm. Amma istəyirəm ki, mənə deyəsən, bu Qədr gecəsi hansı gecədir? Həmin gecə gəlim. Həm yaşlıyam, həm yolum uzaqdır. Deyir, Peyğəmbər salavatullah ona yaxınlaşdı, bir söz dedi. Deyir, səhabə nə dediyin eşitməsə də, deyir, biz həmin vaxtdan baxdıq, gördük, hər il həmin o qoca kişi Ramazan ayının 23-cü gecəsi, yəni bu 3-cü əhya ki deyirik, həmin gecə gəlir. Yəni adam Peyğəmbər salavatullahdan soruşur ki, mənim yolum uzaqdır, özümdə qocayam, hər dəfə gələ bilmirəm. Qədr gecəsi hansı gecədirsə onu mənə de, mən həmin gecə gəlim. Və oradan qeyd eləyiblər ki, ən çox ehtimal verilən gecə elə məhz bu gecədir. Ona görə bir də bu gecəni ömrümüz vəfa qıla, qılmaya bəlli deyil. Biz bəzən Allah dostlarını tanımırıq. Ona görə tanımadığın insanı heç vaxtı acılama. Tanımadığın insanın qəlbini qırma. Bu demək deyil, ha? Tanıdığı acılaya bilərsən, qıra bilərsən. Yox. Yəni, ümumilikdə qəlb qırmaqdan özü qoru. Əl-qəlb haramullah. Qəlb Allahın hərəmidir. Allahın hərəminə gərək toxunmayasan. Ola bilər bəzən sən bilmədən Allah dostunun qəlbini qırarsan.